bütün zamanlarda en global mövzulardan biri insanların başına gelen bəla və müsibətlərin en deyərdim çoxu onun dilinin ucbatından gəlir. Niyə? Çünki əza üzvlərindən en çox deyirlər, rivayətlərdə var ki, bədən əza üzvlərindən en çox cəza dil üzvünə veriləcək. Niyə dil üzvünə veriləcək? Çünki bunun da bir tərifi var, bunun da bir açıqlaması var. Misal olarak Allah dil üçün 2 səd qərar verir. Bir, diş damaqlarıdır, bir mani olarak dişin qarşısındadır. Onunla paralel şəkildə dodaqlar da bir maniyə hesab olunur. Dodaqlar bitişik olanda bir maniyə, damaq damağa toqquşanda 2 maniyə və dil 2 maniyənin arxasında qaldığı üçün deyir bu qədər maniyələri var. En azından 2 maniyə var da, damaq və dodaqlar. Deyir 2 maniyəyə rəğmən bəzən elə bir ifadə işlədir ki, ya bir qardaş bir qardaşla düşmənçilik eləyir, ya bir qonşu ilə düşmənçilik eləyir, ya bir el bir digər ellə düşmənçilik və yaxud bu miqyas yavaş-yavaş böyür, ya kənd-kəndlə, ya rayon-rayonla və s. və ilə. Nəyin ucbatından? Həmən o dilin istifadə etdiyi, ifadə etdiyi, nitqə gəlib söylədiyi bir kəlmənin müqabilində nə baş verir? Bu hadisələr baş verir. Demək nə biz nəticə aldıq? Demək danışığımız, rəftarımız, nitq söyləməyimiz bizim həyatımızda, həyat tərzimizdə həm özümüzə, həm qarşı tərəfə nə edir? Təsir qoyur. Niyə də bu rəftarla, bu danışıqla əgər bu qarşı tərəfə və özümüzə təsir qoyursa mənfi və müsbət cəhətdə, demək insan nə etməlidir? Danışığına da yerə diqqət yetirməlidir.